Abşeron rayonunda su borusu partlayıb. Qeyd edim ki, hadisə Novxanı Sumqayıt istiqamətinə gedən magistral yolda baş verib. Bu səbəbdən də məhz magistral yolun bir hissəsi tamamilə çöküb. Hazırda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Magistral yolun bir hissəsi, bax hazırda görürsünüz, şahid olursunuz, bir hissəsi tamamilə çöküb. Hadisə yerinə aidiyyəti qurumun əməkdaşları da cəlb olunub. Qeyd edim ki, hazırda qəza bərpa xidməti ərazidə çalışır. Yolun sağ hissəsi təqribən 4-5 metr enində, 3 metr dərinlikdə çöküb. Buna səbəb həmin hissədə yerin altından keçən istismar müddətini başa vurmuş su xəttinin partlamasıdır. Avtomobillərin həmin çuxura düşməməsi üçün yola xüsusi işarələr qoyulub. Məlumat verildi ki, təqribən 1000 mm olan boru xəttində çökmə baş verib. Hal-hazırda qəza briqadası tərəfindən konstruksiya qurularaq qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır. Yaxın saatlarda qəza tam aradan qaldırılacaq. O da əlavə edildi ki, həmin söz gedən borunun istismar müddətini başa vurduğunu nəzərə alaraq yenisi ilə əvəz olunacaq. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.